Məhərrəmlik ayında təbiidir ki, yəni bizim cəmaət toy çox eləmədiyinə görə biraz nisbətən zəifləmə olur. Əsasən toy qızıllarında. Nə qədər fərq olur? Təxminən belə deyək də 50-50 olur. Xeyir işləri yoxdursa, deməli qızıl da satışı yoxdur. Hal-hazırda yəni məhərrəmlik ayı gəlsə, yəni zəifləyəcək işlər. Hardasa təqribi deyək ki, bir yarı-yarı təsir göstərir alverə. Bir müddət əvvəl araşdırma aparmışdıq. Satıcılar alverin azaldığını bildirmişdi. Artıq məhərrəmlik bitib. Bəs görəsən indi qızıl bazarında vəziyyət necədir? Məhərrəmlik çıxandan sonra demək olar ki, qiymətlər stabil dayanmadı. Məhərrəmlikdə qızılın qalxması və yaxud da ki, enməsi bu psixoloji bir düşüncədir bizim necə deyim cəmaatımızda. Məhərrəmlikdə əksinə qızılların qiyməti qalxmışdı. Amma bu gün yenə də qızılların 1 qramında 7-8 manat qalxıb. Bu gün məsəl üçün baxırıq bazara ki, bazarda adam yoxdur, adam azdır. Bir günə, dünəndən bu günə gecədən səhərə hardasa 3 manat, 4 manat qiymətində fərq edir. Məhərrəmlik ayı bitib, ancaq alverimiz yaxşı olmayıb hal-hazırda. Yaxşı deyil, yəni işlər zəifdir hal-hazırda. Qızılın da 1 qramı, Türk qızılın qramı, məsəl üçün dünənki gündən 170 idisə, bugün 175 manatdır. Bizdə qızıl dünya bazarı ilə paralel hərəkət edir. Yəni dünyada qızılın qiyməti qalxırsa bizdə də qalxır. İndi son 2 gündür qızılın qiymətində ciddi artım var. Hardasa 3% bahalaşıb dünya birjalarında. Çox güman ki, onun bizim bazara da təsir olacaq. Bizdə də qızılın qiyməti artacaq. Həm də toy mövsümündə təbii ki, tələbat da artır. Bunun müəyyən dərəcədə təsiri olur, amma əsas təsir dünya bazarındakı qızıl qiymətləridir.